Salam, hər vaxtınız xeyirli olsun. Bu gün Azərbaycan dili fənnindən söz yaradıcılığı ilə bağlı bir testin izahına baxırıq. Hansı sözlər haqqında verilən fikirlər doğrudur? Yazılanlar. Sözdə iki variantlı leksik şəkilçi yoxdur. Yazılanlar sözünün kökü yaz, ıl leksik, an qrammatik, lar qrammatik şəkilçidir. Deməli sözümüzdə yalnız bir leksik şəkilçi var və ıl şəkilçisi də iki variantlı yox, 4 variantlı şəkilçidir. Deməli birinci fikrimiz doğrudur. Sözdə yalnız bir leksik şəkilçi var. Rastlaşmaq sözündən söhbət gedir. Rast sözün kökü laş leksik, maq qrammatik şəkilçidir. Bu fikir doğrudur. Deyərsiniz ki, nə üçün laş şəkilçisi parçalanmır? Çünki dilimizdə rastlamaq sözü yoxdur. Sözdə iki leksik, bir qrammatik şəkilçi var. Alovlanmaq. Bu fikir yanlışdır. Baxaq. Alov sözün kökü lan leksik, maq qrammatik şəkilçi. Dilimizdə alovlamaq sözü olmadığı üçün biz lan şəkilçisini parçalamırıq. Üçüncü fikir yanlışdır. Həm sadə, həm də düzəltmə söz kimi düşünülə bilər. Vərəqə sözü tamamilə doğrudur. Bir var deyirik ki, vərəqə yazdım. Bir də deyirik ki, buraxılış vərəqəsi. Həm sadə, həm də düzəltmə söz kimi işlənə bilir. Beşinci fikir azmaz. Zərf kimi işlənsə də sa kimi işlənə bilməyən mürəkkəb sözdür. Yanlışdır. Azmaz həm zərf kimi, həm də sa kimi işlənə bilir. Deməli cavabımız 1, 2, 4 D variantı.